İtirilmiş İsmət. Fikir verəndir. Əgər bu almaların arasında kal, çürük bir alma görsələr, hamının yanında biabır olacağıq. Ay qız, əllərini göstər baxım. Canay bala, sənlə mən dəvəsi ölmüş ərəblər kimiyik? Həm toyda işlədirlər bizi, həm də ki yasda. Niyə bilərik? Səbr eləyib, dözməliyik. Hey, sizdən istəyirəm işinizi möhkəm tutasınız. Şeytanın qulağı kar olsun, qərardır. Küfənin qüdrətli əmiri Həccac İbni Yusif bugün bizim süfrəmizin qonağı olsun. Odur ki, nə səliqə və səhman bacarırsınızsa göstərin. Nə bilmək olar, bəlkə bu elçilik səbəbinə siz də bir ağ günə çıxdınız. Allahın işini bilmək olmaz. Bişirdiyiniz yeməklər dadlı olsa, əmrin də xoşuna gəlsə, keyfi açılar, səxavəti cuşa gələr. Əgər səxavəti cuşa gəlsə, qızıl kisələri açılar üzümüzə. Hürrə! Bəli. Bura gəl. Gəlirəm. Tez olun, əldən iti olun. Hə, yaxşı yox, tez ol. Sən orada niyə xanım kimi oturub mənə baxırsan, hə? Dur işinlə məşğul ol. Bəh, 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 bəh. Yaxşı üzüm həmişə tülkiyə qismət olur. Heyf səndən ki, bu qoca xəzinədara qismət olmusan. Şozəbəldən düşüb Hümeyra. Gəl sözümə qulaq as, təzə şikarın fikrində ol. Bir fırlan baxım. Boy, necə də gözəlsən, ay pəricadu. Dilbəri dilbər, rübəndə aç üzündən. Ay, daşlar qızıldı, ləldi, bizim Leyli gözəldi. Bu paltar ancaq sənə yaraşır. Gözəl qadına zərif atlas paltar yaraşar. Yox Hürrə, yox. Qocalmışam. Bilirsən, sən nə qədər də tərifləsən, həqiqəti dəyişmək olmur. Amma bu elə də mühüm deyil. Bütün gəncliyim və cavanlığım qurban olsun Rübabın bir telinə. Rübabın Küfə sarayında toyu neçə illərdə arzuladığım bir arzu olub. Allah eləsin, Şozə bir şey körramazsın. Nigaran olma Hümeyra. Şozəbin canı sulu olsaydı, vəfalı it kimi bir işarə ilə quyruğunu bulayardı. Görmürsə iflic olub yorğan döşəyə çüb. Sən sidiyini saxlaya bilməyən bir kişinin dəyindən qorxursan. Mənə elə gəlir Şozəb başa düşüb ki, Rübab onun qızı deyil. Bax, başa düşsə də əlacı ağzını qıfıllamaqdır. Tutaq ki, ağzını qıfılladım. Bəs əl-ayağını neyniyim? O özündən bir xəbərdir Hürrə. Qorxuram bizi biabır eləyib məclisi körrasın. Əl-ayağını zəncirlə qutarsın. Heyif ki, mən yas qurub toyu təxirə salmaq istəmirəm Hürrə. Yoxsa onun başına oyun açardım. Niyə başını bəlaya salırsan Hümeyra? Ağrımayan başa dəsmal bağlamazlar. Onsuz da indiyə kimi dalınca bəs qədər söz danışırlar. Zeydin ölümündən sonra az şər yaxıblar ki, indi də Şozəb barədə desinlər. Zeyd ölməməli idi Hürrə. Ölməməli idi.
Kiçik bir səhvin ucbatından bütün planlarım alt-üst oldu. Nə olub? Qorxursan Rübab imtina eləyər? Yox. Rübab həyatdan bezib hürrə. Həccacın oğlunun məhəbbəti ürəyinə girməsə, oğlan peşman olub onu geri qaytaracaq. Rübab mənim qucağımda böyüyüb. Narahat olma. Rübab ərə getsə, bütün bunların hamısını unudacaq. Allah ağzından eşitsin hürrə. Nə haqda düşünürsən Şozə? Hansı sual səni belə fikrə qərq eləyib? Həll olunası məsələ deyil. Fikrə dalmaq bataqlıq kimidir, tərpəndikcə daha da dərinə gedirsən. Özünə əzab vermə. Yadındadır, çöllü biyabanda Azıbatdan yerə bihuş düşəndə gözünü Bəni Qureyzə tayfasında açdın. Bilirsən səni ora kim gətirdi? Cavabı asandır. Qismətin. Elə o zaman məni görən kimi ağlını itirəndə, sanki sənin taleyin gözünün önündən ötdü. Gör özünü nə hala salmışsan Şozə. Özü də boş-boş sözlərdən ötürü. Rübab barədə hər nə eşitmisənsə yalandır. Rübab sənin qızındır. Mən qızımız özünü öldürüb əlimizdən çıxmasın deyə o sözləri Rübaba dedim. Qulaq as. Qulaq as. Eşidirsən, Küfə bayram eləyir. Sənə görə, mənə görə, Rübaba görə. Sitayiş elədiyin Allaha and olsun, Zeydi mən öldürməmişəm. Onu çimizdirin, əyninə təmiz paltar geydirin, yatağına da xoş qoxulu ətir vurun. Püf. Küfənin ölüxanasını yiyib buranı iynən yaxşıdır. İydən adamın başı çartlayır. Püf. Rübab, təslim oldun. Nədən ötürü? Heç bilirsən öz ayağınla hara gedirsən? Gülmə, ağla. Ay sinəsi dağlı qız. Səni hərraca qoydular. Ananın sənin üçün hazırladığı gəlin otağı, ölüm otağındı. O öz çoxdankı arzularına çatmaqdan ötürü səni qurban verir. Özünə gəl ay qız. Sən nahaq yerə tökülmüş qanın qisasını tələb eləməlisən. Zeydi aşıqlıq günahı ilə öldürdülər Rübab. Ah Zeyd, günahsız Zeyd. Sən məni bacın sanıb eşkimizi inkar elədin. Əfsus ki, əcəl möhlət vermədi həqiqəti biləsən. Səni nakam öldürdülər ki, məni qətilgahım olan gəlin otağıma göndərsinlər. Pak ruhuna and olsun ki, mən anamın şirin yuxusunu
qorxulu kabusa çevirəcəm. Söz verirəm ki, səni sındıranları mən də sındıracağam. Söz verirəm Zeyd. Mübarəkdir. Afərin Ümmü Sultan. Bərəkallah sənə ki, doğrudan da əllərin qızıldı. Bərəkallah. Qadının üzünü, qaşını, gözünü bəzəməsi, kişilərin iti qılınc çalıb nizə atması kimidir. Bu rübab qızımı elə bəzə ki, ona baxanda Şozəblə öz toyumuz yadıma düşsün. Göz qaşına elə bəzək vur ki, bir baxışla qəlbləri fəth eləyib ələ alsın. Ağlama Rübab. Sən necə də atana oxşayırsan Rübab. Başını qaldır bir sənə baxım. Qorxuram ana, qorxuram. Küfə şadıyanalığa və sevincə qərq olub. Sənin ərəb taxtacı və xoşbəxtliklə aranda bir addımlıq məsafən var Rübab. Qaşqabağını aç, biraz gülümsə. Gülümsə qızım, gülümsə. Qorxuram ana, qorxuram. Qorxuram. Nədən? Sən Ali Ümeyyə bağçasının qızıl gülü və küfəlilərin qəlblərinin hakimi olmaqdan qorxursan? Biz müsəlmanların hökumət evindəki payımızı yiyələnməliyik. Bir mənim sifətimə bax. Üzümdəki bu qırışlar qocalığımın əlamətidir. Sənsə cavansan, mənim ardıcılımsan. Bir qulaq as, eşitdiyin bu təmtəraqlı avazları, musiqiləri sənin üçün çalırlar. Xanım, ağanın halı yenidə pisləşib. Üst başı qan içində nəhri çəkir. Şozəb. Nə vaxt öləcəksən ki, əlindən canım qutarsın. Ağlama Rübab, bərbəzəyin körlanacaq. Ağlama. Ay başım. Başım hardadı. Başım. Başımı sen uğurlamışsan. Başımı sen yemişsen. Ben başlasam. Ben başlasam. Hürriyə deyin Rumlu həkimə xəbər versin. Qoy gəlib başdan xaraba dərman verib yatırsın. Bu vəziyyəti ilə qonaqlığı körləyəcək. Gel. Baş üstə xanım. Başsızam ben. Ben başsız. El ayağını bağlayıb sakitləşdirin onu. Başsız. Başımı it yedi. Başımı tapın. Şerafet, şek keramet.
əbəl qüdrət, qəvi şökət, xoş xasiyyət, fırtınalı dənizlərin gəmiçisi, döyüş meydanlarının fatehi, ərəb tayfasının iftixarı, İslam dininin yavəri, müsəlmanların xəlifəsinin sağ əli, müşriklərin və din düşmənlərinin qatili, əmirlər əmiri, hakimlər hakimi, Həzrəti Həccac ibn Yusif-i Səqəfi. Allah Taala ömrünüzü uzun eləsin və sayənizi küfərlərin başının üstündən əskik eləməsin. Əgər məsləhət bilirsinizsə, şirin sözlərinizlə əqdin xütbəsini oxuyardınız. Məhəmməd Peyğəmbər salavatullah buyurub, evlənmək mənim əməllərimdəndir. Hər kim bu əməlimdən üz döndərsə, məndən deyil. Bu mübarək gün münasibətilə qarşımızdakı bu iki yetkin gəncin gönçə açmış qəlblərini bir-birinə birləşdirirəm. İlahi, bunları bir-birinə mehriban elə və bütün bəlalardan hifz elə. And olsun Allaha, ciyərim kabab olur. Elə ki bu qoca xəzinədarı belə divanə vəziyyətdə görürəm. Peyğəmbər övladı adı altında dünya malı üçün necə iddialar elədilər. Məhəmməd mirası üçün qılınclarını çəkdilər. Nə qədər qanlar tökdülər. Bu nahaq iddiadan ötürü. Bu ədavət və düşmənçiliyin açıq-aşkar qurbanlarından biri də həmin bu Şozəbidir. Burada olanların hamısı onun sədaqətindən, düzgünlüyündən xəbərdardır. Eləcə də bilirsiniz ki, neçə illər siz müsəlmanların beytul malına batçılıq elədik. Tük ucu qədər də cəmaatın əmanətinə xəyanət eləmədi. Siz Allah bunun güzaranına baxın nə hala düşüb. Xəzinədar Şözəbin ruhunu yaralayan, belini qırıb onu bu divanəlik halına salan ox, böhtan və rüsvayçılıq ox idi. Mən bunun günahını Ələvilərdə görürəm və qərara gəlmişəm ki, bu nəs tayfanın kökünü kəsim. Xəzinədar Şözəb mənim üçün elə etibarlı adam olub ki, hər neyləsəm, yenə də onun xidmətlərini layiqincə qiymətləndirə bilmərəm. Şözəbin xəstəliyi bizim hakimiyyətin belini qıran sağalmaz, əlacsız, dərin bir yaradır. Ümidvaram ki, Allah Taala öz köməyini bizdən əsirgəməz. Mən Həccac ibn Yusif-i Səqəfi Xəzinədar Şözəbin Ali Üməyyəyə dəyərli xidmətlərinə görə Ərəb şahzadəliyinin tacını gəlinim Rübabın başına qoyuram. Qoy bu tac onun düşmənlərinin sinəsinə yara və dostlarının, can yandıranlarının dərdinə isə məlhəm olsun. Ey böyük Allah,
Sən özün mənə uzun ömür əta elə və kömək elə ki, Peyğəmbərimin dininin müşriklərini məhv eləyə bilim. Bugün bayramımızdır. Çalın, oynayın, yiyin, için, şənlənin. İndi isə bəylə gəlinə verilmiş hədiyələri sizə təqdim edirik. İlk hədiyə yaqut və zümrüd qaşlarla bəzədilmiş gözəl bir tac. Bəyin qardaşının hədiyəsi. 30 qırmızı tüklü dəvə və 20 əslərə batı. Əlavə olaraq gəlinə bir kəniz, bəyə də bir nökər. Bəyin bacısının hədiyəsi. Kufə ətrafındakı bağ-bulaqların qəbaləsi və İranlıların tikdiyi libaslar. Bəyin anasının hədiyəsi. 70 ədəd Yəmən mütəkkələri. Gözəl İran parçaları. Gözəl sürətli Hind kənizləri. Çoxlu sadə libaslar və ələvilərdən olan cavan nökərlər. İndi də gəlinin anasının hədiyəsi. Çoxlu sadə ləl cəvahirat, almazdan olan boyunbağı və bilərcik. Bir də bahalı gözəl bir üzük. Gəlinin özü elə sənin hədiyyəndir Hümeyra. Rübabdan qiymətli nə hədiyyə ola bilər? O özü zümrüdün, yaqutun və ləl cəvahiratın mədənidir. Sizin hədiyyə gətirmənizə ehtiyac yox idi, xanım. Bu hədiyyələrin hərəsi bir məna kəsb eləyir, sərvərim. Abdullahın qəddi qamətinə yalnız bu ərəb qılıncı yaraşır. İti və yaraşıqlı. Afərin, əhsən. Bərəkəllah. Afərin, afərin bu cür ağla, ədəbə, seçimə. Oğlum, ananın əlini öp. Baş üstə ata.
Bu dəlinin qarşısını alın. Əl qolunu zəncirləyin. Hümeyra kimi həyat yoldaşı olan adam axırda taleyin əlində bu cür köməksiz qalıb əsir olar. Hümeyranın insanı lərzəyə salan etiraflarını eşitəndə tüklərim biz-biz oldu. Şübhə eləmirəm ki, uca Tanrı səni və bizi iblisin şərindən xilas eləyib. Gəl gedək oğlum. Gərək bu nemətin qarşısında Allaha şükür eləyək. Səni tikə-tikə eləyəcəm Şazəb. Ciğerini parçalayacağım. Sübhanallah. Bu qadının ədavəti və qəsavəti nümunəsizdir. Yalnız bir şeyə görə sənin o murdar qanından keçirəm. Əli ailəsinə olan heyrətləndirici düşmənçiliyin qanının arasına girdi. Sənin hilələrinin qurbanı olan bütün ələvlərin qanının qisası yoxdur. Məsihi Mariya və Zeyd kimilər Ali Üməyyənin düşmənləri idi. Amma Şözəb yox. Mən səni Ali Üməyyənin köhnə işçisini, ləyaqətli xadimlərindən birini dəli divan elədiyinə görə cəzalandıracağam. Mənim həyatım Ali Üməyyəyə görə məhv oldu. Sənin kimilərə görə? Sənin həyatın şan şöhrət fikrində və taxt-tac arzusunda olduğuna görə məhv oldu. Mənə görə yox. O Rübabın anasıdır ata. Günahsız yerə öldürülən gəlinin anasıdır. Sən bu işə qarışma başı bəlalı oğlum. Bu qadın şeytandır. Əgər onu ram eləməsək, var yoxumuzu məhv edib dağıdacaq. Aparın onu. Bu şeytanı aparın. Yox.
Kifayətdir oğlum. Bəs daha nalə elədin. Joseph çox mühüm adam idi. Onun taleyinin belə puç olmasına yalnız yanğılı qarğış səbəb ola bilərdi. Əgər bu qarğış Rübabın sinəsini dəlməsəydi, indi sən bu acı taleyi yaşayacaqdın və biçara Şözəbin hazırki vəziyyətinə düçar olacaqdın. İndi də həsəd aparan Hümeyranın xəyanətini və biçara Şözəbin halını düşünəndə bu qənaətə gəlirəm ki, o böyük və uca Allah mənlə səni çox istədiyinə görə onun kimi iblisi bizim qismətimizdən uzaqlaşdırıb. Ağlama. Qalx. Dur ayağa oğlum. Dur gəl və eşqin yarasına əlac qıl. Qan tökməyin qorxusunu özündən uzaqlaşdır. Bu ruhlar evinə bir bax. Qapı pəncərəsinə fikir ver, çürüyüb. Daş kəsəyi, qapı pəncərəsi, hər yeri qana bulaşmış bu sarayda hakimlik eləmək istəyirsənsə, gərək qanlı taxta oturasan. İndisə gəl, sənin həyat yoldaşına bir Fatihə oxuyaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratel müstakîm. Sıratel lezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâlin. Ərəblərin qızlarını diri-diri quyulaması boş yerə deyildi. Sənə tövsiyə eləyirəm. Yaxşı dinlə. Gələcəkdə qüdrət və hakimiyyət işlərində qadınlarla əsla şərik olma. Qadın tayfası qaranlıq və havasız otağa bənziyir. Elə ki, o otağa girdin, nəfəs almağı belə qüdrətin olmayacaq. Rübabın cənazəsini ona layiq ehtiramla torpağa tapşırın. Başım, başım, hardadır, harda ilahi, ilahi başım itib, ilahi, ey yüce Allah, benim sesimi eşit. Ah, ne vakte kadar bile aziyet çekeceğim. Ah, bu haksızlık ne vakt sona yetecek. Ah, Mesih-i Maria, açana kadar kanlı başların arasında olacaksan.
Balacan mənim bu vəziyyətimə tamaşa eləyib. Əldən getmiş məsumluğuma tənə eləyəcəksən. Niyə mənimlə üz-üzə qalıb danışmırsan? Niyə bu parça olmuş ürəyimə bir çarə eləmirsən? Nifrin olsun yalnız xəyal olan ədalətə. Bura haradır Maria? Nə baş verib? Hüseynin dostlarından 2 nəfərin toy məclisidir Şozəb. Oğlum Zeydlə Yəhudi Hümeyranın qızı Rübabın. Hüseyin. Hüseyin. Hüseynin adı gələndə ciyərim yanır. Sənin kimi ismətini itirmişlər üçün Hüseynin də ürəyi yaralıdır. O neçə dəfələrlə sizlərin bədbəxtliyinizə ağlayıb. Get Şozəb, sən dərdə düşməyincə Hüseyni tanımazsan. Dərdə düşüm. Bütün bədənim yara içindədir. Cəhənnəmdən gəlirəm. Bunlar bəs deyil. Əli boş gəlmisən. Hüseynin yarasının məlhəmini tapmayınca Hüseynə yetişə bilməzsən. Həccac İbni Yusif Şozəb, Həccac İbni Yusif Mövlamız Hüseynin ürəyini yaralayıb. Həccac İbni Yusif? Aman Allah! Məhbus qaçıb! Əmir Həccac İbni Yusifə xəbər verin! Xəzinədar Şozəb qaçıb! Xəzinədar Şozəb qaçıb! 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 باور کن تنها ماندی دلا. Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı,
Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین